Həyatda uğur qazanmaq üçün doğulduğun ailə deyil, seçdiyin yol daha önəmlidir. Əgər siz də uşaqlarınızın gələcəkdə uğurlu olmasını istəyirsinizsə, bu videonu sonacan izləyin və onları düzgün istiqamətə yönləndirin. Çünki bugün öyrətdikləriniz, sabah onların həyatda hansı mövqedə olacağını müəyyən edəcək. Videoya başlamazdan öncə sizdən xahişim kanala abunə olmağınız və videonu bəyənib fikirlərinizi rəy bölməsində bizimlə bölüşməyinizdir. Növbəti videolarda hansı mövzulara toxunmağımızı istədiyinizi bizə bildirin. Heç düşündünüzmü? Yeni doğulan bir körpə illərlə maddiyyat problemi haqqında heç bir şey düşünmür. Ancaq biz həyata göz açmamışdan öz maddi durumumuzu artıq seçmiş oluruq. Seçim deyərkən, bunun bizim iradəmizdən asılı olmadığını anlayırıq. Bəzən bu, ailədən gələn imkanlarla müəyyən olunur. Bəzən isə ətrafımızdakı insanların pula qarşı münasibəti bizi formalaşdırır. Bəlkə də siz də eşitmisiniz. Pulla xoşbəxtlik olmur. Hər şey pul deyil. Çox pul varsa orada haram var, pul əl çirkidir. Bu cümlələr elə bil bizə pulu sevməməyi öyrədir. Bizdən uzaqlaşdırır. Burada mən pulu hər şeydən üstün tutanlardan danışmıram. Sadəcə həyatın müəyyən dövründə bizə ya pul haqqında heç nə öyrədilmir, ya da onun əhəmiyyəti aşağılanır. Amma bu ehtiyac nə vaxt başlayır bilirsinizmi? Pulun önəmsiz olduğunu deyən yaxınlarımızın bir gün ətrafımızda olmadığı an. İnsan yetkinləşdikcə öz yaşıdları ilə yarışmağa başlayır. Bu yarış geyimdən tutmuş təhsilə, yeməkdən tutmuş gələcəyə qədər uzanır. Həyatımızın müəyyən dövrlərində ən çox sevdiyimiz oyuncağın həsrətini çəkirik. Ancaq ona sahib olduqdan sonra davranışlarımız dəyişir. Pul da eynilə belədir. Uşaq ikən bizi ondan o qədər uzaq saxlayırlar ki, bir zamanlar əhəmiyyət vermədiyimiz şeyə ehtiyacımız yaranır. Nəticədə isə ya ona sahib olmağa çalışırıq, ya da sahib ola bilməyəcəyimizə inanıb ümidsizliyə qapılırıq. Bu işdə ən böyük rol göz açdığımız ailəyə məxsusdur. Bəzi insanlar doğuşdan şanslı olur. Varlı ailədə böyüyən uşaqlar həyatlarının hər dövründə rəqabət içindədirlər. Ya böyüyəndə ataları kimi varlı olmaq istəyirlər, ya da onlardan daha artıq sərvət qazanmaq xəyalı qururlar. Bu da onları istər-istəməz yoxsul ailədə doğulan uşaqlardan bir addım öndə edir. Təsəvvür edin, biri yoxsul, digəri isə varlı ailədə böyüyən iki uşaq. Yoxsul ailədə doğulan uşağın istəkləri o qədər də önəm daşımır. Valideynləri isə ona bir gün pulumuz olanda alarıq deyə ümid verir. Lakin bu ümid gerçək motivasiya yaratmır, sadəcə gözləməyə öyrədir. O uşaq arzularını reallaşdırmaq üçün nə etməli olduğunu bilmir. Sadəcə bir gün nəyinsə dəyişəcəyini düşünür. Digər tərəfdə isə varlı ailədə böyüyən uşaq var. O, hər zaman ailəsi tərəfindən dəstəklənir. Bunu sənin üçün aldıq, amma bir gün öz əziyyətinlə daha yaxşısına nail olacaqsan, deyə ona motivasiya verilir. Beləcə, bu uşaq pulu necə idarə edəcəyini, necə çoxalda biləcəyini öyrənir. Onun beynində arzular, məqsədlər formalaşır və günlərin birində həyatını tamamilə dəyişəcək addımı atır. Əslində, fərq buradadır. Varlı uşaqlar arzularını gerçəkləşdirmək üçün hərəkət edirlər. Kasıb uşaqlar isə arzularının özlərinə tərəf gələcəyini gözləyirlər. Həyatda irəliləmək üçün pulun sadəcə vasitə olduğunu dərk etmək lazımdır. O, insanı nə xoşbəxt, nə də bədbəxt edir. Sadəcə olaraq onunla necə davranacağımız bizim həyatımızı müəyyənləşdirir. Bəs niyə yoxsul ailədə böyüyən uşaqlar daha davakar olur? Amma varlı uşaqlar daha nəzakətli görünür. Çünki yoxsul ailədə böyüyən uşaqlar kiçik yaşlarından öz haqları uğrunda mübarizə aparmağa məcbur olurlar. Onlar çox vaxt paylaşmağı deyil, əldə etməyi, qorumağı öyrənirlər. Çünki sahib olduqları şeylər azdır və onları itirmək istəmirlər. Varlı uşaqlarsa hər zaman bir alternativə sahib olduqlarını bilirlər. Onların oyuncaq maşını qırılarsa, yenisini almaq mümkündür. Onların təhsili üçün ən yaxşı məktəblər, ən yaxşı müəllimlər var. Bu inam onları daha rahat və nəzakətli edir. Çünki əldə etdiklərini qorumaq üçün mübarizə aparmağa məcbur deyirlər.
Döyülüb evə gəlmə ifadəsini kasıb ailələrdə çox eşidərik. Kasıb uşaqlar küçədə, məktəbdə ya döyülər, ya da döyərlər. Amma varlı ailələrdə bu fərqli anlayışla əvəz olunur. Sən ağıllı davran, problemi başqaları həll etsin. Onlara konfliktə girməməyi, situasiyaları idarə etməyi öyrədirlər. Çünki onlar üçün hər şey güc və döyüşlə deyil, resurslarla həll olunur. Varlı və kasıb uşaqların pula olan sevgisi də fərqlidir. Kasıb uşaqlar pulun varlığını hiss etmədən böyüyürlər. Ona görə də ya pulun arxasınca qaçan olurlar, ya da onu dəyərsiz hesab edirlər. Bəzi kasıb ailələrdə uşaqlara pul hər şey deyil deyilir. Amma illər sonra həmin uşaqlar böyüyüb anlayırlar ki, pul olmadan nə arzularını, nə də ehtiyaclarını reallaşdıra bilərlər. Varlı uşaqlar isə pulu əldə etməyi öyrənirlər. Onlar bilir ki, pul nə qədər çox olsa, bir o qədər imkanları artar. Ona görə də kasıb uşaqlar pulu sevib ona ehtiyac duyduqlarını gec anlayırlar. Varlı uşaqlar isə kiçik yaşlarından pulun əhəmiyyətini qavrayıb onu idarə etməyi öyrənirlər. Bəlkə də bu fərqlər onların gələcək həyatlarını müəyyən edir. Pul kasıb uşaqlar üçün sadəcə bir məqsədə çevrilir. Varlı uşaqlar üçün isə bir vasitəyə. Pulun onları idarə etməsinə icazə verənlər isə həyatlarını ona təslim edirlər. Amma onu idarə etməyi bacaranlar üçün pul sadəcə oyunun bir hissəsinə çevrilir. Real həyatdan bir nümunə gətirək. Bir zamanlar Çində yoxsul ailədə doğulan və uşaq vaxtı ətrafındakıların həyatda uğur qazanmaq çətindir kimi sözləri ilə böyüyən bir uşaq illər sonra ən zəngin insanlardan birinə çevrilir. Onun ailəsi yoxsul olduğundan nə yaxşı təhsilinə də normal bir bacarığı olmasa da xəyaları və mübarizəsi çox böyük olur. O, dəfələrlə iş axtararkən rədd cavabı alsa da, heç vaxt təslim olmadı və öz biznesini qurmaq üçün mübarizə apardı. O, öz şirkətini yaradaraq dünyanın ən zəngin insanlarından birinə çevrildi. O, yoxsulluğun bir bəhanə deyil, sadəcə bir başlanğıc olduğunu sübut etdi. Və xəyaları və mübarizəsi indi onu ən zəngin insanlardan birinə çevirdi. Bəs valideynlər uşaqlarının gələcəkdə uğurlu və zəngin olmasını istəyirlərsə, nə etməlidirlər? İlk növbədə uşaqlara pulu idarə etməyi öyrətmək lazımdır. Pul sadəcə xərclənməməlidir, investisiya kimi dəyərləndirilməlidir. Onlara məsuliyyət vermək vacibdir. Əmək sərf etmədən əldə edilən şeylərin dəyərsiz olduğunu izah etmək lazımdır. Uşaqlarınızı həmişə gözləməyə alışdırmaq əvəzinə, onları hərəkət etməyə təşviq etmək lazımdır. Pulun tək məqsəd olmadığını, sadəcə bir vasitə olduğunu anlatmaq vacibdir. Həyatda uğur qazanmaq üçün doğulduğun ailə deyil, seçdiyin yol daha önəmlidir. Əgər siz də uşaqlarınızın gələcəkdə uğurlu olmasını istəyirsinizsə, onları düzgün istiqamətə yönləndirin. Çünki bugün öyrətdikləriniz, sabah onların həyatda hansı mövqedə olacağını müəyyən edəcək. Videonu bitirməzdən əvvəl sizdən xahişim kanala abunə olmağınız və videonu bəyənib fikirlərinizi rəy bölməsində bizimlə bölüşməyinizdir. Növbəti videolarda hansı mövzulara toxunmağımızı istədiyinizi bizimlə bölüşün.